Alfa Kursun 9-cu bərnaməsinə xoş gəlibsiniz. Bu halda sizə o təəssüflü vəziyyətdən danışırdım ki, insan öz iradəsi ilə onu seçib, özünü ona əsir etdi. Tanrı bu vəziyyətin adını günah qoyur. Günah adı çox təəssüf ki, bizim zehnimizdə səhv mənalar tapıb və onu bir iddə əməllərin etmək və etməməyinə döndərib. Halbuki, günah Tanrının nəzərində əməl deyil, vəziyyətdir. İtmiş bir vəziyyət. Elə bir vəziyyət ki, insan onda Tanrının hədəfinə, Tanrının bəşər ilə danışdığı bütün şeylərə itmişdir. İnsanın bütün əməlləri bu vəziyyətdə səhvdir. Günah əməlləri insanın günah vəziyyətində olduğu üçün ondan əmələ gəlir. Buna görə də fikrimizi ancaq günahların əməllərinə dikmək bizə faydası olmayacaq. Kaş ki olsaydı bu günah vəziyyətinə bir nəhvinə göz yumsaydıq və ona bir nəzəriyyə kimi, bir əfsanə kimi baxsaydıq. Amma nə deyim ki, bunu edə bilmərik. Günah vəziyyətində olmaq insanın həyatında elə dərin əsərlər qoyub ki, insanı məcbur edir bu mətləbə ciddi bir şəkildə baxsın. Günah vəziyyəti necə ki, keçən söhbətlərdə də dedim, insanın bütün vücudunu bulayıb və onu aludə edib. Tanrının sözü bu haqda deyir, bütün ürəklə xoş, bütün fikir mərizdir. Buna görə də ondan səmərə gələnlərin hamısı nəcis və kifirdir. İsa bu barədə çox aydın bəyan edir ki, bizim yediklərimiz və içdiklərimiz deyil ki, bizim vücudumuzu nəcis edir. Bizi nəcis edən içərimizdən çıxan şeylərdir. Pis fikirlər, paxıllıq, tamah və belə şeylər ki, nəhayət insanı oğurluq, zina və belə əməllərə çəkir. Günah vəziyyətində olmağın ikinci əsəri budur. Günah vəziyyəti insanı əsir edir. Elə ki, insan istədiyi şeylərin yerinə yetirməsinə artıq qadir deyil. Qadir də deyil ki, istəmədiyi şeyləri yerinə yetirməsin. Yuhanna rəvayət etdiyi İncilin 8-ci fəsil 34-cü ayəsində İsa Məsih belə deyir. Günah edən hər kəs günahın quludur. İnsanın günah vəziyyətində olduğu üçündür ki, ondan günahın müxtəlif əməlləri görünür. Buna görə də bu səmərələr aydınca göstərirlər ki, insan günah vəziyyətinin əsiridir. Günah onun azad iradəsini əsir edib. İsa Məsih buyurur, günah edən hər kəs günahın nökəridir. Günah vəziyyətinin insanın həyatında qoyduğu üçüncü əsər ölüm cəzasıdır. Bu vəziyyətdə olmaq bais olub ki, insanın həyatı ölüm əlində əsir olsun. Tanrının kəlamı Pavlosun Rumlulara yazdığı 5-ci fəsildə belə deyir. Bir nəfərin seçimi yüzündən ki, Adəm olsun, günah insanın içinə girdi və günahın vəsiləsi ilə də ölüm ona hakim oldu və beləcə insan ölümün əsiri oldu. Və həyatı həqiqətən tədrici ölümə döndü. Bəşərin həyatı anadan olduğu gündən ölüm tərəfinə gedir. Bu, o səmərədir ki, günah insan üçün gətirir. Günahın dördüncü əsəri Tanrıdan ayrı olmaqdır. Günah insanla Tanrı arasında böyük bir ayrılıq salıb. İnsan Tanrıdan ayrı düşür. O Tanrıdan ki, böyük bir sevgi ilə istəyir, onunla canlı bir rabitədə olsun. Və Tanrının insanın bu müsibətli vəziyyətinə ancaq bir cavabı var. İsa Məsih.
Amma burada mühüm bir sualına rastlaşırıq. İsa nə üçün bizim dünyamıza gəlməliydi? Tanrı bütün xilqəti başlamadan baş verəcək bütün vaqiələri qabaqcadan görürdü. Olardı ki, insanın o səhv işini qabaqcadan görüb, yaradılış işini başlamasın. Amma əksinə, Tanrı bütün vaqiələrin baş verəcəyini bilən halda yenə yaradılış işini görürük ki, başlayır. Və bir mətləb onun fikrində qüdrətli bir şəkildə var. O da bu ki, bəşər ilə ikitərəfli və canlı bir rabitədə olsun və insan bu rabitəni öz azad iradəsinə dayanaraq yerinə yetirsin. Buna görə də Tanrı əsla icazə vermir ki, insanın bu haqqı pozulsun. Tanrı bilirdi ki, insan öz azad iradəsindən səhv yolda istifadə edəcək. Amma yenə də ona azad iradə bəxş edir. Eyni halda ona bir nicat yolu da düşünür ki, heç vaxt seçimsiz qalmasın və öz azad iradəsindən istifadə etsin. Buna görə də müqəddəs kitab bizə deyir, bizim Pasxa qurbanımız Məsih dünyanın yaradılışından qabaq bizim yolumuzda qurban oldu. Tanrı elə o qabaqcadan gördüyünə görə İsa'nın çağırmıqını insan üçün qurtuluş yol gördü. Çünki ancaq çağırmıq idi ki, insanı bu günah vəziyyətindən azad edə bilərdi. Ona görə də çağırmıq müqəddəs kitabın əsl peyamıdır. Çağırmıq o aydın təsvirdir ki, onu həm Ətiq Əhddə, həm də Cədid Əhddə aydın bir şəkildə görürük və bu təsvir müqəddəs kitabın ilk kitabının 3-cü fəslindən başlanır və get-gedə daha da aydın bir şəkildə görünür. Tanrı Ətiq Əhdin bütün dövrlərində bəşərlə danışır və ona vədə verir ki, onun həyatından günah vəziyyətinin əsarətini qırıb atacaq. Onun həyatından günah vəziyyətinin əsarətini qırıb atacaq və bunu çağırmıq vəsiləsi ilə edəcək. Ətiq Əhddə miladdan 700 il qabaq Eşaya Peyğəmbər 53-cü fəslində bundan söz edir. İsa Məsihin çağırmığı həm Cədid Əhd, həm də Ətiq Əhdin əsli mehvəridir və Tanrının bütün planları İsa Məsihin çağırmığında xülas olur. Buna görə də Pavlos bu barədə deyir, çünki çağırmıq barədə olan kəlam həlak olanlar üçün ağılsızlıqdır, lakin biz nicat tapanlar üçün Tanrının qüdrətidir. Çağırmıq Tanrının hikmətini göz qabağına qoyur. Çağırmıq Tanrının planında mərkəz və mehvərdir. Çağırmıqdadır ki, Tanrı günah məsələsini insanın həyatından götürür. Amma aya insanlar bunu görməyə qadir idilər? Eşaya bu qədər aydın çağırmıqdan danışarkən, aya bəşər qadir oldu ki, Tanrının bu planını görsün? Çox təəssüf ki, olmadı. İnsanın başı özü qurduğu yollarla, özü qurduğu planlarla elə qaldır ki, Tanrının bu işini əsla görmür. Doğrusu, görə bilmir də. Xatırlasız demişdim ki, itmiş zamanı lap yaxşı şey odur ki, insan olduğu yerdə dayansın və məqsəddən gələn birinin tərəfindən tapılsın. Amma nə deyim ki, insan bunu etmir. Məqsədi tapmaq dalınca daim oraya buraya qaçır. Onun üçün də məqsəddən gələn adamı görmür. Bəşərin bu çalışı insan üçün cürbəcür din yaradıb
və elə düşünür ki, bu dinlər onu məqsədə çatdıracaq. Lakin bunların heç faydası yoxdur. Bizim məqsəddən gəlmiş birinə ehtiyacımız var. Ancaq odur ki, yolu bilir. İnsanın qurduğu dinlər, qurduğu fəlsəfələr bais olurlar ki, o Tanrının bu işini görə bilməsin. Hətta onu rədd etsin. Yahud alimləri İsa'nı çarmıxa çəkən zaman məgər ona küfr ittihamı vurmadılar. Ona həqiqətən bunu deyirdilər. İsa, sənin dediklərin bizim fərzlərimizlə, bizim düşündüklərimizlə cür gəlmir, ona görə də ölməlisən. Halbuki Məsih elə ölmək üçün gəlmişdi. Amma axı niyə? Nə üçün Məsih ölsün? Aya başqa bir yol olmazdı? Aya başqa bir yol yox idi ki, Tanrı onun vəsiləsi ilə günah məsələsini aradan götürsün? Arxayınam ki, əgər başqa bir yol olsaydı, Tanrı ondan istifadə edəcəkdi. Amma başqa bir yol yox idi. Tanrının şəxsiyyəti başqa bir yolun olmasına icazə vermirdi. Baxın, Tanrının şəxsiyyəti müqəddəsdir. Müqəddəslik Tanrının zatındadır, onun təbiətindədir. Bunun üçün o zaman ki, Tanrının müqəddəsliyi ayaq altına qoyulur, Tanrının ədaləti avtomat əksül əməl göstərir və mühakimə tələb edir. Amma Tanrının sevgisi də əksül əməl göstərir və bir nəhvinə çalışır ki, xatakar adamı qurtarsın. Buradadır ki, Tanrı gərək elə bir yol götürsün ki, həm müqəddəsliyi razı olsun, həm də məhəbbəti. Bu, insanın əlindən gələ bilməz. İnsanın təklif etdiyi yollar əsla qadir deyirlər ki, Tanrının həm müqəddəsliyini, həm də sevgisini razı etsinlər. Bir tərəfdən xatakara cəza verilsin, o biri tərəfdən də cəzadan qurtarsın. Amma Tanrı insan deyil. Tanrı Tanrıdır. Bizim bu barədə etdiyimiz əməl həmişə budur ki, günahı nəzərdə tutmayaq, ona təvəccüh etməyək, daim bəhanə tapıb yaxamızı qurtaraq, özümüzü təmizə çıxardaq. Amma Tanrı özünü aldada bilməz. Onun müqəddəsliyi günaha göz yuma bilməz. Buna görə də onun müqəddəsliyi ədalət tələbidir. Ədalət də mühakimə. Bu vəziyyət, əzizlərim, nəsihət ilə, danışıqla düzəlməz. Burada ya mən günahkar ölməliyəm, ya da başqa biri mənim yerimdə, mənim əvəzimdə ölməlidir. Və Tanrı mənim əvəzimdə ölür. Burada Tanrı o işi görür ki, biz insanlar hərçənd kamil məhəbbətə sahib deyilik, lakin onu edirik. Yəni, canımızı balamızın yolunda fəda edirik. Bu barədə çox hekayələr var. Necə atalar və analar öz canlarını balalarının yolunda fəda edirlər. Tanrı da belə bir işi görür. Amma mənim yolumda canını qoymaq üçün lazımdır ki, Tanrı mənim kimi olsun. Elə ki, mənim əvəzimdə ölə bilsin. Amma o, necə mənim kimi ola bilər?
Və buradadır ki, tarixin lap mühüm hadisəsi baş verir. O hadisə ki, tarı ondan bütün əti qəhətdə vədə vermişdi. Qadir olan Tanrını görürük ki, göyün bütün şövkət və cəlalını tərk edir, özünü boşaldır və insan cismində, insan surətində insanların arasına gəlir. O, insan olur. Eyni halda ki tarıdır, eyni halda insan da olur. Tanrının müqəddəs ruhu İsa'nın cismində özünə qalib götürür. İbranilərə yazılan məktub bu barədə deyir ki, İsa'nın cismi Tanrının ruhunu özündə tutmuşdu və bu cism insanla Tanrı arasına pərdə kimi ara salırdı. Buna görə də müqəddəs Tanrı günahkar insanların arasında olarkən onlar ölmürdülər. Çünki İsa'nın cismi qoymurdu ki, insan onun müqəddəsliyinə toxuna bilsin. Necə ki, məbəddə müqəddəs yerinlə lap müqəddəs yerin arasında bir pərdə var idi və bu pərdə bais olurdu ki, kahinlər səhvən lap müqəddəs yerə girməyib beləcə ölməsinlər. İsa'nın cismi də elə edirdi. Tanrı insan cismini alıb insanların arasına gəlmişdi. Fizik İsa Məsih idi, ruh Tanrının ruhu. Başqa bir sözdə, Tanrının ruhu özünü İsa Məsihin cismində məhdud etmişdi. Bu ruh İsa'da özünə insan qalibi almışdı. İndi Tanrı həm ruh surətində göylərdə idi, həm də yer üzündə İsa Məsihin cismində insanlar arasında. Bu mətləb zehnimizdə həmişə bu təsviri yaradır. Bir bardaq su həmən dəhənzdən dolmuş sudur. Bu fərq ki, bardağa tökülmək ilə bardaq formunu götürüb. Amma ikisinin də xasiyyəti birdir. Çox zamanlar bizdən soruşulur, niyə biz İsa'nı həm Tanrı çağırırıq, həm də Tanrının oğlu? Baxın, biz İsa'nı Tanrı çağıranda onun zat və təbiətinə işarə edirik və onu ancaq bir insan olmaqdan ayırt edirik. Onun zatı Tanrıdır, onun ilahi təbiəti var. Onda olan ruh Tanrının ruhudur ki, cism olub və İsa surətində bizim aramıza gəlib. Amma o zaman ki, İsa'nı Tanrının oğlu çağırırıq, o rabitəyə işarə edirik ki, İsa Məsih ilə göylərdə olan Tanrı arasında vardır və İsa'nın nə üçün yer üzünə gəldiyindən danışırıq. İsa'nı Tanrı çağıranda məqsədimiz budur ki, İsa ancaq bir insan, bir peyğəmbər, bir kahin deyil. Bunlar olarkən bunlardan daha da üstündür. Buna görə də həm insan, həm də Tanrı olmaqla lap münasib vasitəçidir ki, bizim aramızda Tanrını təmsil etsin və Tanrının huzurunda biz insanları. İsa həmən məqsəddən gəlmiş şəxsdir ki, gəlib bizi tapsın və etdiyimiz məqsədə yetirsin. Necə? Tanrının təyin etdiyi yol bu idi ki, o, biz insanların əvəzində çarmıx üstündə canını fəda etsin. Bizim günahlarımızı boynuna alsın. Bizim əvəzimizdə günahın cəzası onun üstünə gəlsin və beləcə günah aradan götürülsün. Həvari Pulos bu barədə Rum kilisasına belə yazır. Amma indi Tanrının salihliyi zahir olub ki, şəriətə bağlı deyil. Və buna həm şəriət, həm də peyğəmbərlər şəhadət verirlər. Tanrıdan gələn bu salihlik, İsa Məsihə olan iman vasitəsilə bütün o adamlara verilir ki, ona iman gətirirlər. İnsanlar arasında heç fərq
yoxdur. Çünki hamı günah edib və Tanrının izzətindən məhrum qalıb. Və onun feyzi ilə, Məsih İsa'nın tərəfindən gələn nicat vasitəsilə bu salihliyi bir hədiyyə kimi alırlar. Tanrı onun qanında olan iman vasitəsilə onu qabaqcadan kəffarə qurbanı təyin etdi. Bunu onun üçün etdi ki, salihliyini görsətsin. Çünki Tanrı öz səbrində qabaqca əncam tapan günahları cəzasız buraxmışdı. Bunu onun üçün etdi ki, indiki zamanda salihliyini zahir etsin. Elə ki, özü salih qalsın və İsa'ya iman gətirəni təbrəə etsin. Günahın insanın həyatında qoyduğu əsərləri xatırlayırsınız. Birincisi bu idi ki, günah insanı bulayır. Onun vücudunu aludə edir. Burada Pavlos işarə edir ki, onun feyzinə görə biz əvəzsiz salih sayılmışıq. Salih sayılmağın, əzizlərim, çox dərin mənası var. Burada Pavlos məbəd təsvirini zehnimizə gətirir və bizə göstərir ki, insanın günaha bulanmış vücudu necə bu əsərdən təmizlənir. Xatırlasınız, Tanrı Ətiq Əhddə məbəddə edilən qurbanları o qurbandan təmsil qoymuşdur ki, o özü İsa Məsihin çarmıxında insanlar yolunda edəcəkdir. Ətiq Əhddə insanlar Tanrının bu vədəsinə inanıb mal-heyvan gətirirdilər və onları Tanrının dediyi kimi qurban təqdim edirdilər. Onlara bəraət qazandıran onların qurbanları deyildi, Tanrının işinə olan inancları idi. Salih sayılmaq, əzizlərim, həmişə Tanrı tərəfindən elan olunur. Tanrıdır ki, insanları salih elan edir. Ətiq Əhddə insanlar Tanrının gələcəkdə edəcəyi işə inanmaqla onun tərəfindən salih sayılırdılar və bu inanclarını qurban təqdimləri ilə göstərirdilər. Qoyun quzu qurbanı günahın buladığını təmizləyə bilməz. Ancaq Tanrının işinə olan inanc bunu edə bilər. Ətiq Əhddə insanlar Tanrının gələcəkdə edəcəyi işə inanıb Tanrı tərəfindən salih elan olunurdular. Günahın ikinci əsəri bu idi ki, günah insanı əsir edir. Onun vücuduna, onun iradəsinə hakim olub, onu öz qulu edir. Pavlos sizə oxuduğum ayələrdə qədim qul satan bazarını da nəzərə alır və belə deyir. İnsan özünü nökərçiliyə, qulluğa satmışdır və İsa öz qanı bahasına onu bu qulluqdan satın alır və azad edir. Biz onunkiydik, amma özümüzü günaha satdıq və günahın qulu olduq. İsa bizi öz qanı bahasına təzədən satın aldı. Bu söz mənə bir hekayəni xatırladır. Bir ata kiçik oğluna bir oyuncaq qayıq düzəltmişdi. Bir gün bu uşaq çayın qırağında bu oyuncaq qayıqla oynayırdı ki, birdən su qayığı götürüb aparır. Bir müddət keçir, uşaq gəmini bazarda oyuncaq satan dükanın vitrinində görür. İçəri girir və dükan sahibinə deyir ki, o qayıq onundur. Amma dükan sahibi bunu qəbul etmir. Uşaq məcbur qalır, atasından aldığı günlük xırda pulları toplasın və getsin o oyuncaq qayığı o dükandan satın alsın. Aldığı vaxt qayığa deyir, sən mənim idin, mən səni 2 dəfə aldım. Pavlos deyir ki, biz insanlar özümüzü günaha satmışdıq və günah bizə ərbab və hökmran idi. İnsan məcbur idi ki, günahın ona nə dediyini yerinə yetirsin. İsa Məsih
özünü çarmıx üstündə qurban etmək ilə günahın hökmranlığını insanın üstündən götürür və onu özü üçün satın alıb bu əsarətdən azad edir. Günahın üçüncü əsəri ölüm cəzasıdır ki, insanın qədərinə hakim olur. İnsanın xilqətində qərar deyildi ki, insan ölsün, o əbədilik yaranmışdı. Amma özünü günah vəziyyətinə salmaqla bais oldu ki, Tanrının ruhu ondan getsin və onun həyatına ölüm hakim olsun. Pavlos yazdığı mətndə deyir ki, Tanrı İsanı kəffarə olmaq üçün seçdi, elə ki, onun qanına, onun çarmıxına olan iman vasitəsilə Tanrının kamil salihliyi göz qabağına çıxsın və insanlar aydınca görsünlər ki, özləri, öz qüdrətlərinə görə, öz qüvvələrinə əsasən bu işi etməyə qadir deyirlər. Bəzi adamlar çalışırlar ki, Tanrının ədalətini, Tanrının salihliyini bir nəhvinə dəyişdirsinlər və elə düşünürlər ki, Tanrı o böyük məhəbbətinə görə günaha göz yumub ondan cəzasız keçəcək. İsa'nın çarmıxa çəkilməsi, əzizlərim, və Tanrının buna icazə verməsi aydınca göstərir ki, Tanrı bizdən etdiklərimiz bütün əməllər üçün hesab istəyəcək. Və görürsünüz də ki, necə kamil ədalətini İsa'nın çarmıxı üstündə göz qabağına qoyur. Və burada görürük ki, necə İsa'ya, onun çarmıxda etdiyi işə inanan hər kəs salih sayılır və ölümdən nicat tapır. Buradakı təsvir bizə bir məhkəməni xatırladır. Tanrı hökm təxtində oturub və müttəhim içəri gətirilir. Onun cəzası ölümdür. Amma başqa biri bu müttəhəmin cürmünü boynuna alıb cəzasını çəkir. Qoyun burada sizə həqiqi bir hekayə deyim ki, Avstraliya məmləkətində baş verdi. Böyük bir qazının oğlu oğurluq üstündə tutulmuşdu və onu məhkəməyə gətirirlər. Az qəza bu məhkəmənin baş qazısı oğlun atası idi. Hamı maraqlı idi ki, görsün nə olur, ata necə hökm edir. Ata hakim olduğu üçün oğrunun cəzasını elan edir. Və sonra hökm təxtindən düşüb gəlir və cəzanın məbləğini və bütün xəsarəti özü öz boynuna alır. Oğul məhkəmədən azad buraxılır, çünki atası haqq etdiyi cəzanı vermişdi. Burada belə bir hadisə baş verir. Biz Tanrının məhkəməsində salih, təqsirsiz elan olunuruq. Onun üçün yox ki, doğrudan da təqsirsizik. Onun üçün ki, başqa biri bizim cəzamızı boynuna alıb. O adam ki, İsa'nı həqiqi bir şəkildə qəbul edir və onun işinə inanır, yəni buna inanır ki, İsa cism oldu və göydən bizim aramıza gəldi və çarmıxda bizim günahlarımız üçün canını fəda etdi. O adam ki, İsa'nın bu işinə inanır, Tanrının məhkəməsində təqsirsiz elan olunur və ölüm cəzasından qurtarır. Günahın dördüncü əsəri Tanrı ilə insan arasında olan ayrılıqdır. İsa Məsih öz çarmıxında bu ayrılığı da aradan aparır. Pavlos Korintlilərə yazdığı məktubda onlara belə deyir. Tanrı Məsihdə olub, dünyanı özü ilə barışdırırdı və təqsirlərini onlara saymırdı və barışdırma kəlamını bizim içimizdə qoyub.
Buraca əgər diqqət etmiş olasınız, bütün işləri tarı edir. İnsan heç bir şey etmir. Axı, əlindən də bir iş gəlmir. İsa Məsih çarmıx üstündə olan ölümü ilə bizi günahın bulamasından təmizləyir. Bizi əsarətdən azad edir. Bizi ölüm cəzasından qurturur və bizlə tarı arasında barış qurub ayrılığı aradan aparır. Bunlar ancaq o adamların haqqında olur ki, İsa'nı özü dediyi kimi qəbul edib, onun çarmıqda etdiyi işə inanırlar. Lazım olan hər işi tarı görür. Çünki insanın əlindən bu barədə bir iş gəlmir. Tarı insan olur. İsa'nın cismində bizim dünyamıza gəlir. Bizim günahlarımızın tavanını o verir. Çarmıx üstündə özünü qurban kimi təqdim edir və bundan hasil olan nicatı bizə hədiyyə kimi uzadır. Bizim bu haqda etdiyimiz iş ancaq budur ki, bu hədiyyəni ya qəbul edək, ya da etməyək. Qəbul edən adam günah vəziyyətindən azad olur və onunla tarı arasında ikitərəfli və canlı bir rabitə başlanır. Bəlkə də bəzilər bunun çox sadə olduğunu düşünsünlər və bu bahis olsun ki, inana bilməsinlər. Baxın, bu inanmaq fəlsəfə kimi bir şeyə, məzhəb kimi bir şeyə inanmaq kimi deyil. Bu inancın insanın həyatında dərin bir əsəri var. Elə dərin ki, Pulos onu belə təşrih edir. Bunun üçün kim Məsih İsa'dadır, o təzə məxluqdur. Köhnə şeylər keçdi, bax indi hər şey təzə olub. Beləcə adam təzə bir insana təbdil olunur. Qədimki həyat, qədimki dəyərlər, qədimki ərzişlər gedir və təzə bir həyat Tanrının verdiyi dəyərlər və ərzişlər ilə insanda başlayır. Bu təzə həyatı insanda fəlsəfə yarada bilməz. Bu təzə həyatı insanda din və məzhəb yarada bilməz. Müsbət düşüncələr yarada bilməz. Bunu insanda ancaq tarı yarada bilər. Əgər belə bir həyatı siz də istəyirsiniz, əgər tarı ilə canlı bir rabitədə olmağa can atırsınız, bu ancaq İsa Məsihə inanmaqla ələ gəlir. Onun etdiyi işə inanmaqla ələ gəlir. İsa'ya həm tarı, həm də insan kimi inanmaq və onun çarmıx üstündə insanların günahı üçün canını fəda etməsinə inanmaq. Bu qədər.